Salam Anadolu Akademiyasının değerli izleyicileri. Bugünlərim MHM Tədris Mərkəzinin kitabından Ədəbi növ və janrdan 1-dən 10-a kimi mövzuların izahını verəcəm. Davamını istəyirsinizsə şərh bölməsinə qeyd edə bilərsiniz. Yeni dərslər, yeni qruplar açılır. Dərslərə qoşulmaq üçün aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Daha çox vaxt itirmədən suallara keçək. Epik növlə bağlı doğru fikir. Epos sözündəndir. Təhkiyə, tərənnüm. Tərənnüm lirik növə aiddir. A səhvdir. Epik əsərlərdə nəzmlə yazılan hadisənin başlanğıc və son nöqtəsi aydın seçilə bilmir. Xeyr, elə bir şey yoxdur. C. Epik növün janrların hamısı həm nəzm, həm də nəsrlə yazılır. Xeyr, uşaqlar. Məsələn, povestdə nəzm olmur. Povest sadəcə nəsrlə yazılır. Epik əsərlərdə hadisə müxtəlif şəxslərin dilindən danışıla bilir. Bəli, doğru fikirdir. Təhkiyə aparıcı olduğu üçün bu ədəbi növdə təsvirə yer verilmir. Xeyr, yanlış fikirdir. Həm təhkiyə, həm təsvir olur. Daha sonra 2. Rübai və tuyğu ortaq və ya fərqli fikirlərini istəyir. Yəni doğru fikri axtarırıq. Bu janrda yazılan şeirdə natamam qafiyədən istifadə edilə bilər. Şeir vahidi və şeir şəkli qoşma gəraylı janrı ilə eynilik təşkil edir. Uşaqlar, şeir vahidi dedikdə onun bənd, misra, beyt olması, şeir şəkli dedikdə isə onun ikilik, dörtlük, beşlik olmasıdır. Yəni misralarını sayılır. Deməli, şeir qoşmanın bənddir, bəli, rübaidə bənddir. Gəraylı janrı şeir şəkli dörtlükdür, bəli, düzdür. Amma bir şey var ki, uşaqlar, bu ortaq cəhətdir. Rübaidə də, tuyuqda da. Deməli, 2 ona görə sadəcə rübaiyə yazıldığı üçün səhvdir. C variantı çıxır. Müxtəlif vəzinlərdə yazıla bilir. Deməli, hər ikisi əruz vəznində yazılır. Dörtlük şeir şəklində, deməli, 3 də səhvdir. Müxtəlif vəzinlərdə yazılır. Hər iki əruz vəznindədir. 3 də çıxır. Ona görə A, C variantlarda çıxır. Dörtlük şeir şəklində əruz vəznində yazılır. Bəli, düzdür. Əruzun həcəz bəhrində yazılır. Tuyuq düzdür. Yəni 5 olsaydı 4-5 götürə bilərdik. Ona görə deməli, yox uşaqlar, üzrü sayın. Tuyuq həcəz bəhrində yazılmır. Tuyuq rəməl bəhrində yazılır. Ona görə 5 də səhvdir. Lakoniya ilə seçilən bu janr bayatı janrı ilə oxşarlığı mövcuddur. Bu hər ikisinə aiddir. Ona görə 6 da səhvdir. Doğru cavab B variantıdır. Daha sonra 3. Aşağıdakı beytlə əsasən doğru fikri seçin. Nə ola gəl qılsam şəbi hicran təmanəyi əcəl, neyləyim çoxdur qəmim, dəfinə qəmxar istərəm. Məhəmməd Füzulinin qəzəllərindən birindən bir beytdir. Deməli, yəni şeylərdən bir beytdir, belə deyək. Qitənin istənilən bir beyti kimi qafiyələnib, əcəl istərəm ola bilər. Çünki biz bilirik ki, qitədə tam qafiyə yoxdur, həm qafiyə yoxdur. A, B, C, B şəkilidir. Burada da eyni qaydadadır. Qəzəlin ilk və son beyti olmadığı dəqiqdir. Bəli, dəqiqdir. Çünki ilk beyti olsa həm qafiyə olmalıdır. Son beytdə olsa müəllifin adı qeyd olmalıdır. Burada da Füzulinin adı qeyd olunmayıb. 2 doğru fikirdir. 2 doğru fikirdir deyə A variantı səhvdir. Deməli, 2 doğru deyə A variantı səhvdir. Qitənin neçənci beyti olduğunu dəqiq demək olmaz. 3 düzdür. Bir dəqiqə. Məsnəvinin hər hansı bir beytinə aid edilə bilməz. Bəli, çünki məsnəvidə qafiyə quruluşu A, A, B, B, C, C şəklindədir. Təxmisin tərkibində işlənsə də son bənddə işlənə bilməz. Təxmis beşləmə deməkdir. Son bənddə də işlənə bilməz səbəbi çünki son bənddə müəllifin adı qeyd olunmalıdır. Deməli, uşaqlar, bunlarda biz dedik ki, qitənin istənilən bir beyti kimi işlənə bilər. 1 düzdür. Qəzəlin ilk və son beyti olmalıdır. 2 də düzdür. Qitənin neçənci beyti olduğunu dəqiq demək olmaz. 3 də düzdür. Məsnəvidə hər hansı bir beytinə aid edilə bilməz. 4 də düzdür. Təxmis tərkibində işlənsə də son bənddə işlənə bilməz. 5 də düzdür. Deməli, doğru cavab C. Daha sonra 4. Mötərizə daxilində verilmiş ifadə hansı məqsədlə işlənmişdir? Qacar təlxək. Təlxək yenə hürürsən, qacar. Əyanları göstərərək şah sağ olsun. Bu sürüyə bəs bir köpək deyil gərək. Uşaqlar, deməli, bu mötərizə içində verilən remarkadır. Remarka əsasən nədir? Aktyorlara və deməli, rejissora kömək məqsədi ilə yazılır. Səhnədə oxunmaq üçün deyil.
Əsasən də əsərlərdə o mötərizə daxilində verilir. Aktyor və rejissor üçün göstərişdir, bir düzdür. Tamaşaçılar üçün izahat vermək, xarakterin daxili aləmin açılması, səhnədəki vəziyyətin göstərilməsi, obrazların düşüncələrini ifadə etmək. 1-4 doğru cavab A variantı. Doğru cavab. Dramatik növə aiddir. Bu növdə yazılan bütün əsərlərə dram əsərləri demək olar. Təhkiyə üstünlük təşkil etməsi də müəyyən qədər yer verilir. Remarka süjet xəttinə hadisənin açılmasına istiqamət verir. Personajların xarakteri dialoq və monoloqlar sayəsində üzə çıxır. Janrlarından birinin əsası 1896-cı ildə qoyulub. Personajların xarakteri dialoq və monoloqlar üzə çıxır. 4 doğrudur. Deməli, A variantı, C variantı çıxır. Daha sonra təhkiyə üstünlük təşkil etməsi müəyyən qədər yer verilir. Burada əsasən göstərmə olur uşaqlar, yəni təhkiyəyə yer verilmir. 2 yanlışdır. Görürsünüz 2 də yoxdur. Deməli, daha sonra 1. Bu növdə yazılan bütün əsərlərə dram əsərləri demək olar. Daha sonra uşaqlar, remarka süjet xəttini hadisələrin açılmasına istiqamət verir. Xeyr. Biz burada dedik ki, remarka aktyoru, rejissora kömək məqsədi ilə yazılır. 3 də yanlışdır. Deməli, doğru cavab 1, 4, 5. Təmsil haqqında verilənlərdən biri yanlışdır. Təmsilin əsas xüsusiyyətlərindən biri də tənqidi satirik məzmun olmasıdır. Doğrudur. Allegoriya təmsil əsası təşkil edir. Düzdür. Təmsildə süjet xəttinə yer verilmir. C qalsın. Təmsil həm nəzmlə, həm də nəsrlə yazıla bilər. Doğrudur uşaqlar. Amma daha çox nəzmlə yazılan və nəsrlə yazılan nümunələr də var. Təmsil əxlaqi, tərbiyəvi, nəsihətamiz səciyyəyə danışır. Doğrudur. Hətta təmsilin sonunda müəllif kiçik həcmdə nəsihətamiz fikir bildirir. Təmsildə süjet xəttinə yer verilmir. Yanlış fikirdir. Təmsildə süjet xəttinə yer verilir. C variantı. Daha sonra müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Poema və roman. Uşaqlar, poema nədir? Poema lirik epik əsər sayılır. Roman isə əsasən və ilk poema məsələn Nizami Gəncəvinin Leyli və Məcnun poeması. Roman isə epik növün ən geniş həcmli, iri həcmli əsəridir. Daha sonra hadisələr. Burada bu cədvəl necədir? Məsələn, biz burada Eyler-Venn diaqramında gördük ki, bu ikisindən fərqli, bura orta. Burada da eyni qaydadır. A ilə B fərqli cəhətləri, yəni bu iki hissəyə, aşağı isə ortaq cəhətlərdir. Hadisələrin təsvirində göstərmə üsulu əsasdır. Xeyr uşaqlar, bir tamamilə səhvdir, bir dramatik növə aiddir ümumiyyətcə. A getdi, C getdi. Nəsrlə yazıla bilməz. Poema nəsrlə yazıla bilməz. Xeyr. Daha sonra bir dəqiqə 2 qalsın, keçək 3-ə baxaq. Həm nəzm, həm də nəsrlə yazıla bilir. 3 doğrudur, romana aiddir. Qarışıq janrda deyilir. Qarışıq janr romana yox, poemaya aiddir. Deməli 3-ü götürürük, 3-ü götürdük. Daha sonra təhkiyəyə yer verilir. Bəli, hər ikisində verilir. Tərənnüm üstünlük təşkil edə bilir. O isə poemaya aiddir. Romanda elə bir hadisə yoxdur. 6 yanlışdır. Deməli doğru cavab nəsrlə yazıla bilməz. 2, 3, 5. B variantı. 8-ci suala. Tuyuq janrı haqqında yanlış fikri müəyyən edin. Dörtlük şeir şəklində yazılır, düzdür. Lakonikli ilə seçilir janrdır, düzdür. Şeir vahidi və şeir şəkli baxımından baiti ilə eyni təşkil edir, düzdür. Xoşagələn avaz, gözəl səs mənasını ifadə edən bəhirdə yazıla bilməz. Uşaqlar, tuyuq elə doğrudur, çünki toyuq rəməl bəhrindədir. Rəməlin də mənası, bu həcəzin mənasıdır. Rəməlin də mənası rəngələnə yerimək deməkdir. Rübai də eyni vəzində, eyni bəhrində yazılır. Xeyr, səhvdir. E variantıdır. Deməli 8-də doğru cavab. 9. Hansı janrla bağlı xüsusiyyət verilməyib? Sonda mənəvi qələbə mövcuddur. Mənəvi qələbə faciədədir. Çünki faciədə sonu ölümlə bitir. Deməli, qəhrəmanın ölümü ilə. Amma mənəvi qələbə qazanır. A bir aidliyə getdi. 2 janr birləşdirir. Göstərmə əsaslı tragikomediyadır. Tragi faciə ilə komediyanı birləşdirir. D 2-yə aiddir, getdi. Şeir şəkili kimi çıxış edə bilir. Bu məsnəvidir, 3-ə aiddir. Yalnız nəsrlə yazılır. Bu da povestə aiddir. Getdi. Deməli, B haqqında məlumat verilməyib.
Baxın, mən bir qeyd etmək istədiyim povest idi. Povest sadəcə nəsrlə yazılır. Nəzmlə sadəcə yazılır isə poemadır. Fikirlərindən hansılar səhvdir? Komediya həm yumorlu, həm də satirik məzmunu daşıyır. Düzdür bir. Romana böyük hekayə deyilir. Xeyr, povestdə böyük hekayə deyilir. 2 səhvdir. Povestdə müxtəlif süjet xəttlərinə yer verilə bilər. Düzdür. Remarka həm nəsrlə, həm nəzmlə yazılır. Səhv fikirdir uşaqlar. Biz dedik ki, nəzmlə yazılan dram əsərlərində belə, remarka nəsrlə verilir. 4-də səhvdir. Lirik qəhrəman şairin özdə hesab oluna bilər. Düzdür. Doğru cavab 2-4. Yəni bizim axtardığımız səhv E variantı.